Bir nəfər Yahudi idi, dayanırdı eyvanda, yuxarıdan baxırdı, Peyğəmbər keçəndə toz torpağı atırdı üstünə. Peyğəmbər də baxırdı, üstünü təmizləyirdi, gedirdi, üstünü təmizləyirdi. Hər dəfə, hər gün bu adam ərinmirdi, bu işi görürdü. Peyğəmbərin yolu oradan keçir. Gözləyirdi ki, mən Peyğəmbərin üstünə toz torpaq atım. Peyğəmbər də təmizləyirdi, heç nə demirdi. Bir gün keçəndə görür ki, bunu atmır o. Yoxdur, görsənmir. Baxır, görür, yoxdur. Gedir qapısını döyür. Oğlu qapısını açır. Deyir, bəs sənin atın haradadır bəs? Görsənmir. Deyir ki, xəstələnib. Biraz narahat olur ki, Peyğəmbər. Deyir, narahat olma. Gəldim, xəbər alım, halını soruşum, neyini. Gedir atasına, deyir ki, ata hər gün başına toz torpaq atdı, on adam gəlir. Deyir ki, ziyarət eləməyə gəlmişim. Deyir, oğlum da gəlib çağır, amma bir xahişim var, üzümə bir şey at mənim, mən utanıram. Üzümə bir şey at, bir parçadan zıtdan at, mən utanıb xəcalət çəkirəm. Deyir, üzünə parça salır, Peyğəmbər gəlir, içəri daxil olur. Salam əleyk filan, deyir, çəkin üzündən parçanı. Deyir, bir şərtlə icazə verirəm üzümdən parçanı çəksinlər. Əvvəl müsəlman olum sonra, yoxsa heç üzrə baxa bilmərəm. Elə bu halda əvvəl iman gətirim, müsəlman olub sonra. O şəkildə o Yəhudi iman gətirir Peyğəmbərə. Elə həmin vəziyyətdə.